Salam uşaqlar, necəsiz? 11-ci siniflər üçün nəzərdə tutulan növbəti sınaq izahına baxaq. Birinci sual deyir ki, yeni funksiya yaratmaq hansı açar sözlə təyin olunur? Artıq aydın məsələdir, defdir bu. Siyahıların yaradılması hansı lent zolağı? Bu da bir əzbər sualdır. Home tag-dir. Daha sonra Python dilində yazılmış proqram nəticəsini müəyyənləşdirin. Baxın, birinci ümumi sadələşdirdik. Aydın məsələdir ki, bu A-nın qalığını tapmaq üçün bu hissə həll olmalıdır. Buranın həll olması üçün də birinci buranı tapmalıyıq. Yəni 126-nı 32-yə böləndə tam hissə nə qədər edir? Bu 3-dür. 3-ün üzərinə gəlirik B-ni, 32-ni. Elədim 35. Yəni 126-nın 35-ə bölünməsindən alınan qalığı tapmalıyıq. Bu da eləyəcək, demək, 2 dəfə 70, 3 dəfə 105. 3 qalıqda qalacaq 21. Bizdən də qalığı soruşduğu üçün cavab D variantı. Sonra database-lər. Verilənlər bazası soruşur. Elektron təqdimat xeyr. İnformasiyanın saxlanılması, emalı, axtarışı aydın məsələdir. Artıq cavab çıxdı. Sonra gəlir. Bax, bu tiplərdə variant çıxmaqla getsəniz daha tez tapa bilərsiniz. Aydın məsələdir ki, 2 ilə başlamalıdır. 2 ilə başlamalıdır. Uzantıya görə də deyə bilərikmi 3 ilə qutaracaq. 2 ilə başlayıb 3 ilə qutaran A-nı çıxıram, B-ni çıxıram, Y-ni çıxdı, qaldı D və C variantı. Yaxşı, 2 ilə başladım. Bu 2-nin yanında bir dənə də xətt olmalıdır da. Yəni, bu seçdiyim variantlarda mütləq xətti olan olmalıdır. 4-ü götürsəm, Kaspinin axırındadır. Yəni, bu heç sonunda zaten olacaq. Amma əvvəlində yoxdur. Ona görə şərti pozduğu üçün C variantıdır. Doğru variant. Excel sualıdır. Demək, B7 xanasından hara köçürülübdür, düstur? D5 xanasına. 2 vahid sütun artıbdır. C-dən B, C, D. Yəni, B-dən D-yə gəldi. 2 vahid bu artıbdır. 2 vahiddə sətir azalıbdır. Dollar işarəsi varsa dəyişmir. Sabit hədd heç vaxt dəyişmir. İndi verilənlərin düstura tətbiq edirik burada. Bu, demək, sütun 2 vahid artıbdır. Oldu D6. Çıxılsın. Sətir 2 vahid azalıbdır. A2. Burada içində dollar var, heç biri dəyişmir, sabitdə olduğu kimidir. D6 çıx A2 plus C3, burada dəyişməməlidir. A2, C3, 5. Y variantı. Daha sonra faydalı sistemləşdirilmiş hala salınması. Baxın, düşünün ki, qarışıq məlumatlardır. Ya da ki, informatika kitabını nəzərinizdə tutun. Ev tapşırığı olaraq vermişəm ki, Python'da gedin əzbərləyin məsələ üçün. Siz o kitabdan seçəcəksiniz, hansı əmrlər nə üçün istifadə olunur, nəyi nə zaman istifadə eləyəcəyik. Araşdırırsınız, öyrənirsiniz, tətbiq edirsiniz də, bir sistemləşdirirsiniz onları. Yəni, köhnə nə isə yeni bir hala salırsınız. Bu da o deməkdir, emaldır. Daha sonra, bu tiplər, nəticədə 81 alınıbdır. Burada dövrü tapmalıyıq da birinci. Dövrdə K81-dirsə, K-ya əsasən dövrü tapa bilərik. Yəni, ilkin qiyməti K-nın 1-dir. 1 vurulsun. 3-ü neçə dəfə öz-özünə vursun 81 eləyər. 4 dəfə dövr oldu. Yəni, bura əgər 4 dəfə işləyibsə, burada 4 dəfə işləyəcək. Gəlin hesablayaq. 4 dəfə işləyibsə, onda bunu, bax, A plus 8-i burada tətbiq edərəkdən hesablaya bilərik. Yəni, A üstə gəlsin. 4 dəfə 8-i toplayıbdır da bu. Və 4 dəfə də sonuncu dövrdə şərtlə pozulubdur. Bunun pozulduğu hal belə olacaq. Yəni, böyükdür hissəsi. Bu da elədir 99. A böyükdür. 99 çıxılsın 32. Bu da elədir 67. 67-dən böyük nə olacaq? 68. Bu bizim ən kiçik qiymətimizdir. Yəni, ən böyük qiymətini hesablayaq. Yəni, eyni gedəcəyik. Amma bu dəfə bir dövr az götürəcəyik. Yəni, 4 dövrdürsə 3 götürülür. 3 vurulsun.
8 dövr və şərt daxilində. Nəyə görə şərt daxilində? Çünki 4 bunun yekun qiymətidir, yekun dövrüdür. Yekun dövrdə şərt pozularsa, özündən bir dövr az, təbii ki, şərt daxilində olacaq. Yəni, bu da oldu 99. Deməli, elə birbaşa yazaq. 99-dan da 3 vur 8, 24 çıxanda nə qalacaq? 9 çıx 4, 5, 9 çıx 2, 7. 75. Böyük qiyməti 75-dir, balaca qiyməti 68. Sonra imtahan balı 150 ilə 200 arasında, daxil deyil, arasında deyil və mütləq şəkildə olmalıdır da bunun arasında odları çıxırıq. Bunlar gedir. 200-ün arası deyilsə, bax B variantında 200-dən böyük demək istəyir. Amma bizə arası deyil. Bu da getdi. Cavab D variantı. Bir neçə əsas şəbəkə topologiyasının kombinasiyasından ibarət topologiya necə adlanacaq? Kombinasiya deyirsə, hibrid olacaq. Windows əməliyyat sistemində ən sadə qrafik redaktor Paint. Daha sonra gəlirik, deyir ki, hansı yaddaş qurğusunun həcmi daha böyükdür? Əlbəttə ki, hard disk bu olacaq. Belə deyək də, bax, floppy disk nə qədər olacaq? 1/44 megabaytdır. RAM-ın ölçüsü dəyişir, yəni 8 GB ola bilər, 16 ola bilər, 32 ola bilər. DVD-ROM 4.7, bu da GB-landır. CD-də 700 megabaytdır. Ancaq bu hard disk terabaytlara qədər gedə bilər. Ona görə də cavabımız Y variantıdır. Sonra gəlirik bura 73-ə. Deməli, burada nə edirik? Nə istəyir bizdən? NAB-ni, yəni yazaq yuxarıdan. N, A-nın qiyməti bizdə 5-dir, B-nin qiyməti bizdə 10-dur. NAB, bax, MAB-dir, bura getmirik. Qayıdırıq, bax, bu hissəyə. Buranı tapmaq üçün mən nəyi bilməliyəm? Bunu bilməliyəm də, hə? A plus B-ni. Yaş, bu A-nın qiyməti budur, B-nin qiyməti budur. Tapaq hamısını tək-tək. A bərabərdir M, A, B. Yəni, A-mızın qiyməti 5-dir, B 10-dur. 5, 10-dur. Hə? İndi, bunu tapmaq üçün də M, bax, bura gəlirik. A, B-dən böyükdür, 5 ondan böyükdür, yox. Ona görə elçə düşüb. 5-i 10-a vuracaq 50. A-nı tapdım 50. Tamam. A-nı bildik ki 50-dir. Rahat özünüz üçün yaza bilərsiniz. 50 üstə gəlinsin. Sonra B-ni tapmalıyam. B bərabərdir. Yəni M. A-nın qiyməti dəyişibdir. Baxın. Yuxarıdakı A-nı artıq biz dəyişmişik. Tapmışıq da yeni A-nın qiyməti var. A-nın qiyməti 50-dir. 50, B amma dəyişməyibdir. 10 olaraq qalıbdır. Yəni qayıdır yuxarı. 50 ondan böyükdür. Təzə qiymətini qoyur. 50 ondan böyükdür. Həm. Onda bunlar cəmləyir. B də oldu. 50 plus 10, 60. Gəlir bura. A-nın da qiymətini tapdı. B-nin də 50 ilə 60-ın cəmi bizə verəcək 110. Sonra 74-də nə deyir? Yaşı ən varsa hər ikisi ödəməlidir şərtini. Yaşı 25-dən böyük bərabər olan, yəni yaşı 25-dən böyüklər Natiqdir, Emildir və Adildir və Səbinədir. Elə hamısı birinə aytacaqdan başqa. Və əmək haqqısı da 550-dən az olmalıdır. 550-dən az olan deməli budur. 550-dən az olan budur. Budur. Və bizə nə istəyir bizdən? Şərtini ödəyən. Hər ikisi olacaqsa, onda ortaqlar hansı oldu? Hər ikisini də ödəməlidir. Bu Emildə, Adildə. O birlərində fikir verin, birinin ödüyü şərt deyəni ödəmir. Ona görə 3 və 4 C variantı. Bitdən gigabayta keçəndə nə edirik? Deməli, kilobayt, megabayt, gigabayt. 233-ə bölürük. 233-ə böləndə də 2 üstü 4 qalır. 2 üstü 4 də bizdə 16-dır.
Sonra nə edirik burada? Deməli, S-in qiyməti 0-dır. 0 plus 1. Bizdə elədir 1 kiçikdir, bərabərdirmi 20-dən? Hə. Hə dediyinə görə S bərabərdir S plus I. Yəni S-in üstünə bu elədir 0 ilə 1 toplam 1. I bərabərdir 2. Bu oldu bizim birinci dövrümüz. Sonra ikinci dövrə keçirik. S plus I. 1 ilə 2-nin cəmi bizdə elədir 3. 3 kiçik bərabərdirmi 20-dən? Hə. S bərabərdir S plus I. Yəni 1 ilə 2-nin cəmi elədir 3. I də bərabərdir 3. Sonra təzədən qayıdır S plus I. Dövrə girir. S plus I. 6 kiçik bərabərdirmi 20-dən? Hə. S bərabərdir S plus I. Yəni 6. I bərabərdir 4. Sonra dördüncü dövrə keçir. S ilə i-ni cəmləyir. 10 kiçik bərabərdirmi 20-dən? Hə. S bərabərdir 10. I bərabərdir 5. Daha sonra yenə 15 kiçik bərabərdirmi 20-dən? Bu oldu. Hə. Hədən sonra S bərabər olur. Yenə S plus i-yə. I-ni də 1 vaid artırır. I də bərabərdir 6. Sonra 15 plus 6 bu elədir bizdə 21 kiçik bərabərdirmi 20-dən? Yox. Və dövr bitir. Bitdiyinə görə gələcək printə. I minus 1. I-ni 6 tapmışıq. I minus 1 deyilsə onda 5 çıxacaq. S də bizdə 15-dir. 5 və 15. Bu da rahat bir sual idi. Sonra verilənlər bazasında sorğu nə üçün istifadə olunur? Çap formasında təqdim olunması üçün xeyr, müəyyən şərtə əsasən axtarışın seçilməsi üçün cavab B variantı. Bu da əzbərçi sualdır. Sonra deməli, alqoritmin həllində y nəyə bərabərdir? Bunlarda da hansı şərt ödəyirsə onun deməli qabağındakı həll eləyəcəyik. 7-dirsə bu şərt yanlışdır, bu şərt yanlışdır. Amma 7-yə bərabər böyük, bu doğrudur. Onu da yerinə qoyub həll edirik. Burada 7-nin kubu, 7-ni öz-özünə vursan 7, 7 49, 9-u da 7-yə vursan, demək, axırda 3 ilə qutarır. 3-ün də üzərinə 6 və 7 42. 2-ni gəlsən 5. Axırı 5 ilə qutaran 5 olacaq. 385. Siz necə rahat hesablayırsınız, elə deyin. Yəni, burada olacaq 7-nin kubu, üstə gəlsin 6 vurulsun 7. Daha sonra, müxtəlif topologiyalı, müxtəlif protokola malik 2 və ya daha çox kompüter şəbəkəsini əlaqələndən aparat proqram formatlı qurğu. Müxtəlif topologiya, müxtəlif protokol routerdaydı. Bəs yaxşı, müxtəlif topologiya amma eyni protokol nə idi bizdə? Bu da sual olsun. Design view konstruktor rejimində cədvəlin 3-cü sütununun adı olacaq bizdə təsvir. Daha sonra şəbəkəyə aid daha bir sual. Naqilli və naqilsiz. Naqillilər təbii ki, naqilli, koaksial fiber optik. Yəni birə aiddir A, B və Y. A, B, Y, C, C, D. Pek. Bu da bir əzbərçi sual. Baxın, burada nə? Bu təyinatdır da bu. Ədədi götürür, len ümumi sayı qədər gedəcək zaten. Ümumi götürür. Əgər bu, məsələn, M0-ı götürdü 23, N-dəki M0 23-dür. 23 deyil 23-dən kiçik bərabərdirmi? Yox, kiçikdirmi? Yox. Yox dediyinə görə bərabər eləmir. Yəni, N-in qiyməti hələ də 23-də qalır. Sonra keçir 14-ü yox, M1-i yoxluyur. Yəni, buradan len nə qədər? 1, 2, 3, 4, 5, 6, 7, 8-dən nədirsə, 8-ə qədər artırılsın, gələcək 7 daxil olmaqla. İndi M1-i gəlib göstərəcək. 23 14-dən kiçikdir. Daha doğrusu 23 14-dən kiçikdir. Gələcək, baxın, nədir məsələ? Yəni, böyük olanı götürür də. 23 14-dən kiçikdirmi? Yox. Yox dediyinə görə bunu da götürməyəcək. Bax, fikir gələcək 42-dən. 23 42-dən kiçikdirmi? Hə.
Hə dediyinə görə gələcək n-in yekun qiyməti 42 olacaq. Neynədir burada? Gəldi ən böyük ədədi götürdü. Bura qədər ən böyük ədəd götürülmüş oldu. Amma sonda gəlib neynəyəcək? Ən böyük ədədin indeksini istəyəcək. Ən kiçik, ən böyük elementi tapır. Yox. Ən böyük elementin indeksinin nömrəsini tapır. Y variantı. Aydın oldu. Yəni bir dənə böyük ədəd götürdü. Hər dəfə digərlərinə müqayisə elədi. Əgər böyük oldusa, həmin ədədə mənimsətdi. Və onun sonunda da indeks nömrəsini götürdü. Sonra alqoritm növlərini seçin. Növlər xətti, budaqlanan və dövrüdür. Yəni 1, 3, 6. 1, 3, 6. Çox rahat bir sualdır. Faiz nisbətlərinə baxanda çox rahatdır. Baxaq, A2 bizdə nə oldu? B1 çıx A1. B1-dən A1-i çıxanda 7 çıx 3, 4. 4 dəfə 4, 16. Bu da 21. C1 vurulsun A1. Yəni 3x plus 6. B2 bərabərdir. 3x plus 6. C2 bərabər B1 vur A1. 7 vur 3, 21. 21 vur 2, 42. Bax, fikir verin. Əgər 50% 25 var, yarı söz var, söhbət var da burada. Onda belə çıxır ki, bu 50%dir. Bunlar da 25%dir. Burada razıyıq. Bunlar ikisi 25%, onda bu ikisi bir-birinə bərabərdir. Yəni 3x üstə gəlsin 6 bərabərdir 21. X də bərabərdir 5. Cavab 5. Sonra gəlir nə? Vektor təsvirlərin yaradılması üçün nəzərdə tutulubdur. İllüstrator, CorelDRAW, Freehand. 2, 3 və 5. Sonra burada nə edirik? B-ni soruşur. Yəni dövr tapaq. Tək-tək də gedə bilərsiniz, amma dövrlə getmək daha rahatdır. B-nin için qiyməti bizdə 1-dir. 1 üstə gəlsin 2 dövr. Yox, daha doğrusu A ilə başlayıbdı da. Məsələn, belə də yaza bilərdik, amma ardıcıl gedək. Demək, A-nın için qiyməti 8. Üstə gəlsin 1-dir. Yəni dövr D bizdə dövr sayı kimidir. Şərtin pozulduğu hal B-nin qiyməti, B-nin için qiyməti 1-dir. Üzərinə gəlirəm 2D-nin dövrü. Onda bu olacaq nə? 2D-dən 1D-ni çıxdıq qaldı D. 8-dən 1 çıxsam 7. Dövr sayı bizdə oldu 8. 8 dəfə dövrə girəcəksə, onda A-nın qiyməti bizdə olacaq nə? A bizdə buydu da 8 üstə gəlsin 1 vur 8. Yəni 8 vurulsun 8 üstə gəl 8 bu elədi 16. B də bərabərdir. B-nin də qiyməti buydu. Yəni 1 üstə gəlsin 2D. 1 üstə gəl 2 vurulsun 8. Yəni D-ni dövr tapmışıq 8. 16, 17. 17 ilə də 16, 33. Çünki ən sonunda bizdən nə istəyir? Bunların cəmini istəyir. Bura oldu B-də 17, bura oldu 16. Sonra nə gəlir? Sayğac rolunu oynayan tam sahədir. Sayğacda. Xüsusi verilənlərin tipi olub sahələrdə hiperistinadların salınması. Bu B-dir. Sahəyə böyük mətin yerləşdirmək üçün böyük mətin adı üstündə memo olacaq bizdə. Sahəyə böyük mətin bunu dedi. Əsas cəhəti real olaraq verilənlərdə deyil, başqa yerdə də saxlamaq D variantıdır. Demək, hiperlinklərə aiddir. Avtomatik, deməli, artırma xüsusiyyətlərinə malikdir. Y. Sayğac rolu da bura aiddir. A-ya. A, Y-də bu hissədədir. Sonra 88-ə baxaq. Baxın, bir dəfə müsbət, bir dəfə mənfi. Müsbət, mənfi. Onda bir dənə dəyişən əlavə eləməliyik də bura. Və mütləq şəkildə cəmləmə də var. Bax, başlayaq. Demək,
Dairəni çəkdik. Sonra verilənləri verək. Biraz sərgəsiz çəkə bilərəm, amma siz sərgəli çəkin. S-i verək 0, S bərabər 0. A-nı başlayaq. A bizdə ilkin bu qiyməti olsun. Elə içini burada verək. Bir də K verək ki, bir dəfə mənfi, bir dəfə müsbət olmasını bu həll eləsin. Sonra şərt blokunu çəkirəm. Şərt blokunu çəkəndən sonra həmin bu A-nın qiyməti x bərabərdirmi 100-dən? Əgər hədirsə, hər dəfəsində olsun S bərabərdir. S plus A vurulsun K. A vurulsun K. Və bu K-nı da K bərabərdir. Mənfi K. Hər dəfə, bir dəfə müsbət, bir dəfə mənfi olması üçün bu şərti yazırıq. Sonra da A-nı nə etməliyik? 2 artırmalıyıq. A bərabərdir. A plus 2. Daha sonra bu sonuncu qiyməti 100-ü alıb dövrdən çıxana qədər nə olacaq? Gələcək. Ən sonunda da çıxışa verəcəyik S-i. Düz yazdıq da. Sonra ikinci hissə bu silirəm. Demək, restoranda alma, limon, mango tərkibli 3 növ sədələşdirici içki var. Bu içkilərdən hansının nisbətən daha baha olduğunu tapan, proqram kodunu tapan. Belə eləyək. Yazaq ki, alma bərabərdir int input bir qiyməti var. Sonra limon bərabərdir int input mango bərabərdir int input ikinci mötərizəsi bağlayaq. Sərgəsiz yazdım hemen. Deməli, inputun öz mötərizəsi. Bunu yazandan sonra nə edirik? Yazırıq ki, deməli, əgər alma böyüdürsə limondan, çünki bunların özünün dəyəri var. And alma böyüdürsə mangodan. 2 nöqtə. Əgər böyükdürsə çap elə, yəni print çap elə. Alma dırnaq içərisində alma ən bahadır. Dırnağı bağlayırıq. Elif yazırıq, növbəti şərti qoyuruq. Əgər, yəni limon böyüdürsə almadan, yəni hər birini yoxlayırıq. And limon böyüdürsə mangodan. Deməli, mangodan.
Bu yerləşmədir. Mən qısa yazdım. Mən mango yazmaq istədim. Onu da çap eləsin. Print. Deməli, dırnaq içərisində ən baha limondur. Dırnağı bağlayıram, mötərizəni bağlayıram. Bir də yazıram else, əks halda print növbəti ən baha mangodur. Çünki əgər heç biri olmadısa ən baha mango olacaq. Bu qədər. Bu da rahat idi. Sonra Python dilində verilmiş 5 ilə 25 arasındakı ədədlər uşaqlar, yorğunam. Şərt oxuya bilmirəm. Deməli, Python dilində verilmiş 5 ilə 25 ədədləri arasında yerləşən tək natural ədədlərin kvadratlar cəminin hesablayan proqram yazın. Baxın, ilkin 5-dən başlayıbdır. Cəm deyir. Cəm deyirsəm, mütləq şəkli S bərabər 0 şərtini verməliyik. Hara qədər getməlidir? 25 daxil olmalıdır. Onda mən belə yazım. Var A 25-dən daha doğrusu mən bura 26 yazım. A kiçikdirmi 26-dan? Əgər kiçikdirsə, şərt qoyuram. Əgər nə qədər ki, 26-dan kiçikdir. Əgər A-nın təklik şərti necə idi? 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, S bərabərdir. Neyinə? Cəmin hesabla, kvadratlara cəm. Yəni, S üstə gəlinsin, ya A vurulsun A yaza bilərsiniz və yaxud A-nın kvadratını belə yaza bilərsiniz. İfdən sonra 2 nöqtə. Əks halda yazmaya ehtiyac yoxdur və A-nın hər dəfəsində də nə etməliyik? 1 vaid artırmalıyıq. Yəni A bərabərdir A plus 1. Bu qədər. Nəticədə də print S-i çap eləsin. Belə uşaqlar, bu qədər. Başa düşmədiyiniz ya mexaniki səhv elədiyim nəsə olsa rəy bölməsində yaza bilərsiniz. Oldu, sağ olun.